Bugün Azərbaycan müstəqil xarici siyasəti ilə yalnız regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzlu dövlətə, arzu olunan tərəfdaşa çevrilib. 1 iyul 2026-cı il tarixində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Azərbaycana səfəri həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həm də dövlətimizin başçısının şəxsi nüfuzunun göstəricisidir. Bu səfər Brüsselin Azərbaycanı Cənubi Qafqaz regionunda etibarlı, sabit və uzun müddətli strateji tərəfdaş kimi qiymətləndirdiyini bir daha nümayiş etdirir. Səfər zamanı verilən siyasi mesajlar və əldə olunan razılaşmalar göstərdi ki, tərəflər arasında əməkdaşlıq yeni strateji mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Ursula von der Leyen'in Azərbaycanın regionun aparıcı dövləti olduğunu, Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulaması, Azərbaycanı strateji tərəfdaş adlandırması, eyni zamanda İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusi qeyd etməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyev mühüm mesajlar verərək bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı vurğuladı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, ölkəmiz də Cənubi Qafqazda Avropa İttifaqının ən mühüm iqtisadi tərəfdaşıdır. Prezident enerji sahəsində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini, strateji tərəfdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasından sonra Azərbaycan qazının Avropa bazarındakı rolunun daha da artdığını diqqətə çatdırdı. Regional təhlükəsizlik və sülh məsələlərinə də toxunan dövlət başçısı, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsinin regionun uzun müddətli inkişafı üçün əsas şərt olduğunu bildirdi. Prezident qeyd etdi ki, bu məqsədə nail olmaq üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi mühüm əhəmiyyət daşıyır. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə tarixi sülh sazişinin parafladığına görə Prezident İlham Əliyevi təbrik etdi. O, siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır deyə qeyd etdi. Görüşdə gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə toxunulub. Bildirildi ki, Avropa İttifaqı artıq Azərbaycanın ən böyük sərmayəçisi və ticarət tərəfdaşıdır. Bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılması qərarı alındı. Son illər dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Məhz buna görə də bugün Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş adlandırır. Bu səfər onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərə tamamilə yeni prizmadan yanaşır. Səfər tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, mövcud tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin yüksəldilməsinə mühüm töhfə verərək, Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ kimi yadda qalacaq.